E, Günlərin hesablar planı ilə tanış olacağıq. Hansı ki, maliyyə bərabərliyində əməliyyatlar aparırdıq. Maliyyə bərabərliyi xatırlayırsınız. Aktiv bərabərdir. Öhdəlik plus kapital plus gəlir minus xərc. Biz bunlara nə demişdik? Maliyyə bərabərliyinin balansın elementləri demişdik. İndi məsələ burasındadır. Bu balansın altında özünün hesabları mövcud. Yəni bir kitabxananın rəfləri kimi. Dünya ədəbiyyatı dedik buna aktivlərdir. Dünya ədəbiyyatını illər üzrə bölə bilərik. Klassik, roman, psixoloji, nə bilim, detektiv kimi əsərlər olaraq bölə bilərik. Hansı ki, göz olduğu kimi maliyyə bərabərliyində elementlərinin hər biri ayrı-ayrı hesablar üzrə aparılır. Kassanın öz hesabı mövcuddur, bankın öz hesabı mövcuddur, alacaqların öz hesabı mövcuddur. Keçirən borclara uzun müddətli borcların öz hesabı, icarə borcu ayrı, əmək haqqı borcunun ayrı hesabları mövcud. Bu hesabları isə biz hamısını belə deyək də daha doğru qruplaşdırıb sinifləşdirə bilək deyə daha rahat olsun analizi bizə. Onun üçün hesablar planından istifadə edilir. Hesablar planı Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş sənəd siyahımızdır. Yəni, hər bir şirkət bu hesablarla aparmaq məcburiyyətindədir. Misal üçün, siz A şirkətində mühasibsiz, bu hesablardan işləyirsiniz. Bir il sonra işdən ayrıldınız, B şirkətinə işə getdiniz. Gidib orada B şirkətində başqa rəqəm görməməlisiniz. Orada gedəndə eynən bu rəqəmləri görməniz lazımdır. Yəni, bunları çünki siz anında bilə bilməlisiniz hansında hansı əməliyyat, hansında hansı əməliyyat mövcuddur və qalanı nə qədərdir. Bu hesabları hamısını əzbərləməli deyilsiniz. Amma mütləq istifadə etmək üçün yadınızda qalmalıdır. Bu, 3 rəqəmli hesablar planıdır. Biz bunu öyrənmək üçün nə edəcəyik? Bir alqoritm formalaşdıracağıq. Əzbərləyəcəyimiz şey 4 və yaxud da 5 aralıq olacaq. Aralıqlar olaraq yadda saxlayacaq, interval olaraq və çalışmaları işlədikcə oradan axtaracağıq, həmin əməliyyatlarda baxacağıq. Bu bir neçə, 1, 2, 3 növ çalışmanı etdiyimiz zaman bizə lazım olacaq, qalan sonralarında isə lazım olmayacaq. Sizə başlayaq ən başda. Birinci intervalınız nədir? İlk intervalınız aktivlərdir. Balansın aktivlər elementi. Aktivlər elementi bir nömrəli hesabdan başlayır, yəni başlanğıcı 1 ilə olan, 101 ilə başlayır, görürsünüz. Yəni 3 rəqəmin ən birinci rəqəmi 1. 101-dən 300-ə kimi, 300 daxil olmamaq şərti ilə, 300-ə kimi olan interval aktivlərin intervalıdır. Bütün aktiv hesablar, amma hər cür, amma hər növ. Nə varsa, hamısı 1-dən, yəni 101-dən 300-ə kimi olan hesablar arasında. Bu aktivlərin ümumi intervalı. Baxın, 101-dən başlayır, 300-ə qədər davam edəcək. Buna əsas biz 2 kateqoriyaya böləcəyik. 101-dən 200-ə qədər uzun müddətli aktivlər, 200-dən 300-ə qədərsə qısa müddətli aktiv. Qeyd edeyim, tələsmirəm mən. Çünki bu sizin üçün vacib intervallardır. Bəli. Birinci bu məntiqlə gedirik. Ana üst interval 101-dən 300-ə qədər aktivlər, ümumi aktivlər, 101-dən 200-ə qədər qısa müddətli aktivlər, uzun müddətli aktivlər, 200-dən 300-ə kimi isə qısa müddətli aktivlərdir. İndi sizə uzun müddətli və qısa müddətli aktiv haqqında informasiya verim, növbətisinə keçək. Uzun... Niyə demirəm ki? Heç bir problem yoxdur. 101-dən 300-ə kimi ümumi aktivlərimizdir. Bütün növ aktivlərimiz. Maliyyə bərabərliyində aktivlər sütunu var idi. Onun hamısı 101-dən 300-ə qədər qeyd edirik. Aktivlər özü tarixinə görə, istifadə təyinatına görə 2 hissəyə bölünür. Uzun müddətli və qısa müddətli deyə. Uzun müddətli aktivlər 101-dən 200-ə kimi, qısa müddətli aktivlər 200-dən 300-ə kimi hesablarda əks etdiririk, qeyd edirik. Aktiv hesablar, bax, nə demişdik biz? Demişdik ki, artanda debetinə qeyd edirik, azalanda kreditinə qeyd edirik. Baxın, bu deməkdir ki, 101-dən
300'e kimi olan bütün hesablar artdığı zaman debitə yazırıq həmin hesab nömrələrini, azaldıqları zaman kreditə yazırıq həmin hesab nömrələrini. 101-dən 300-ə kimi aktivlər deyildi. Biz də bilirik axı əvvəlki dərsimizdən ki, aktivlər debitdə artıb, kreditdə azalır. Deməli, 101-dən 300-ə kimi olan hesablar da debitdə artıb, kreditdə azalırlar. Yəni, həmin hesablar artdığı zaman o hesabları müxabirləşmədən debitə yazacaq, azaldıqları zamansa kreditə yazacaq. Uzun müddətli və qısa müddətli anlayışına giriş verim sizə ki, qısa giriş yaddaşda qalsın. Uzun müddətli aktivlər müəssisədə ən azından 12 ay istifadə edilməsi məcburiyyəti var. Yəni, ən az 12 ay istifadə olunması lazımdır. Qısa müddətli aktivlər isə ən çox 12 aya kimi istifadə olunmalıdır. Qısa müddətli aktivlər dövriyyə aktivləri. Yəni, pulla verdin, aktivi aldın, mal aldın, malı təzədən satdın, pula çevirdin, bir də həmin pulla mal aldın və yaxud da xam mal aldın, istehsalata verdin, hazır məhsul çıxdı, yenə satdın, yenə pula çevirdin. Yəni, qısa müddətli aktiv bir maliyyə ili ərzində, bu arada maliyyə ili yanvarın 1-dən dekabrın 31-nə qədərdir. Bunları unutmayın. Çünki mən maliyyə ili. Çünki mən sizdən başqa illər də sayacağım. Ardıcıl 12 ay, sadəcə 12 ay. Amma maliyyə ili yanvarın 1-dən dekabrın 31-nə qədərdir. Qısa müddətli aktivlər bir maliyyə ili ərzində bir neçə dəfə pula çevrilməlidir. Yəni, dövriyyə aktivləri. Uzun müddətlilər isə elə deyil. Uzun müddətlilər bizim dəyəri 500 manatdan yuxarı olan və ən az 12 aylıq istifadə müddəti olan bir aktivlərimizdir. Mebellərimiz kimi, kompüterimiz kimi, telefonumuz kimi, şirkətin avtonəqliyyat vasitəsi kimi, şirkətin binası kimi, yəni bunlar texnikaları kimi, tikili şirkətidir, kranı var, beton qarışdıran maşını var, mebel şirkətidir, avadanlıqları, dəzgahları var, mebel yolma, sensorturları. Amma belə bir durum əmələ gəlir. Biz sizlə demişdik, müəssisədən pul çıxdığı zaman, dəyər çıxdığı zaman onu xərcə çevrilməlidir. Baxın, burada fikrinizi qarışdırmayın. Uzun müddətli aktivləri biz aldığımız zaman onları xərc təyinatına qeyd etməyəcək. Deyə bilərsiniz. Tərsinə. Doğru. Baxın, uzun müddətli aktiv, biz qısa müddətli aktivləri ya satanda, ya istifadə edəndə xərcə yazacaq. Amma uzun müddətli aktivləri biz aldıqdan sonra xərcə yazmayacaq. Uzun müddətli aktivləri biz xərcə xüsusi metodlarımız var. Amortizasiya metodları, törnəlmə metodları, istifadə formalarına görə, istər həcmcə, istər tarixlə, məsələn 10 illikdirsə 10 ilə bölərəkdən qaydalarını keçəcəksizlər, hissə, yəni işlədiyi müddət ərzində və yaxud işlədiyi həcm ərzində dəyərini xərc kimi qəbul edəcək. Ya o avadanlıqdan istifadə edərək hazırlanan hazır məhsul dəyərini əlavə edəcək, ya da ki, xərc kimi siləcək. Ona deyirlər amortizasiya, bəli. Yenə bir də aktivlərin üzərindən keçim. Uzun müddətli və qısa müddətli dedik. Uzun müddətli aktivlər ən az 12 ay istifadə olunması lazımdır. Qısa müddətli aktivlər ən çox 12 ay balansda qalanlar olmalıdır. Onlar mütəmadi dəyişməlidir. 200-ləri bitirək. Deyək ki, biz hara kimi demişdik? 300-ə kimi demişdik, düzdürmü? Baxın, 300-dən nə başlayır? Gözünüz 3-dən başlayır, kapitalın hesablarıdır. Maliyyə bərabərində aktiv, öhdəlik, kapital var idi. Bax, görürsünüz, kapital 3 ilə başlayan hesablardır. Kapitalla bağlı nə qədər əməliyyat varsa 300-lərdə gedəcək. 301, 321, 41, 44 fərqi yoxdur da, yəni. Hesablarını görürsünüz. 3-lərin hamısı hara qədər, bura qədər. 301-dən 400-ə kimi olan bütün hesablar maliyyə bərabərliyinin kapital elementinin hesablarıdır. Pasif hesablardır. Kreditdə artıb, debitdə azalırlar. Başda 301-dən 400-ə kimi olan hesablar
maliyyə bərabərliyinin kapital elementinin hesablarıdır. Pasif hesablardır. Kreditdə artıb, debitdə azalırlar. Bax, əzbərləyəcəyiniz bu intervallarda başqa bir şey əzbərləməyinizi istəmirəm, ehtiyac yoxdur. 400'den növbəti intervala keçirin. Buyurun. Buyur, bitir. Gələk. Öhdəliklərə. Öhdəliklər. Bizim bütün növ borclarımız. Yəni, bütün borclarımızın adı, hər növ borcumuzun ümumi adı öhdəlikdir. Biz bunları sinifləndirəcəyik, yenə böləcəyik. Eynən aktivlərdəki kimi. Bu da iki hissəyə bölünür. Uzun müddətli və qısa müddətli öhdəliklər. Uzun müddət və qısa müddət anlayışı tamamilə eyni anlayışdır, dəyişməyəcək. Ölkədə istəyirsiniz fizika sahəsində, kimya sahəsində, nə bilim, metallurgiya sahəsində, xidmət sektorunda fərq etmir. Uzun müddət deyildiyi zaman 12 aydan çox, qısa müddətli deyildiyi zaman 12 ay və 12 aydan daha az bir müddət nəzərdə tutulur. İndi biz qısa müddətli borclar dediyimiz zaman 12 aydan çox olan borclarımızı, daha doğrusu az olan borclarımızı, uzun müddətli borc dediyimiz zaman 12 aydan daha çox olan borclarımızı nəzərdə tutacağıq. Bəs hesablar planında onu hansı hesablarla qeyd edəcəyik? Öhdəliklər 401-dən belə deyək, 600-ə kimi olan hesablardır. Öhdəliklər 401'dən 600'ə kimi olan hesablardır. Pasif hesablardır. Artdıkları zaman öhdəliklərimiz debetə qeyd edirik. Azaldıkları zaman öhdəliklərimizi kreditə qeyd edirik. Bu bütün öhdəliklərimizə aiddir. Bəli, pasif hesab olduğu üçün, bəli. İndi gəlirik əsas məsələyə. Uzun müddətli öhdəliklər və qısa müddətli öhdəliklərə. Uzun müddətli öhdəliklər 4 ilə başlayır, yəni 400 nömrəli hesablardadır. Qısa müddətli öhdəliklər isə 500 nömrəli hesablardadır. 5 ilə başlayır, bəli. Birinci rəqəmi 5'dir də belə deyək. Qeyd etdiniz. Tamam. Borçlar da bitdi. Maliyyə bərabərliyinin aktiv elementinə baxdıq, kapitala baxdıq, öhdəliklərə baxdıq və bizim üçün yerdə nə qaldı? Gəlir və xərclərimiz. Gəlirlərimiz 600 nömrəli hesablardır. Yəni 6 ilə başlayan hesablardır. Bütün 6 ilə başlayan hesablarımız gəlir hesablarımızdır. Yəni 600'də indi kimdə? 600'dan başlayan hesablarımız. 700'den olan 7 ilə başlayan hesablarımızsa xərc hesablarımızdır. 6 ilə başlayan hesabımız gəlir hesabı olub bir pasif hesablı formasıdır. Gəlir hesablarımız artdıkları zaman, gəlirimiz artdığı zaman həmin hesabların kreditinə qeyd edirik. Azaldıkları zamansa debitlərinə qeyd edirik. Gəlir hesabları pasif hesablardır. Yaxşı ki, yadıma saxlayıram. Gəlir hesabları pasif hesablardır. Artdıkları zaman kreditlərinə, azaldıkları zaman debitlərinə qeydiyyat aparılır. Xərc hesabları 700'den olan, yəni 7 ilə başlayan hesablardır. Burada bir haşiyədən kənara çıxacağım. 701 nömrəli hesab görürsünüz, adında necə qeyd olunur? Satışın maya dəyəri üzrə xərclər. Bax, deyir bu 701 bir xərcdir, amma satışın maya dəyəri üzrə xərcdir. Baxın, xeyirli olsun, bu günlərim kompüter alanlarımız var. Onlara kompüteri satan şirkətlər və təşkilatlar. Kompüteri satdıkları zaman bir gəlirləri də artıb, eyni zamanda pulları da alıblar və onlarda bir xərc də baş verir. Satışın maya dəyəri üzrə xərc. Nədir? Kompüterin onlara başa gəlmə qiyməti. Kompüterin onların ambarındakı qiyməti. Onu siləndə özlərindən xərcə yazıblar. Hansı xərcə? 701'lərinə qeyd ediblər. Misal üçün. Yəni 701 sırf satışın maya dəyəri üzrə olan xərclərdir. Başqa xərcləri ona əlavə etmirik. Amma qalan digər 7 ilə bağlı bütün xərclər hamısı xərc kateqoriyasıdır.
Buyur. Mesela maalesef 500 manat sadece maalesef 500 manat, 1 manat satırsa 500 manat aslında evde. Bəli, həmin ki 500 manatı yazırsınız 701-ə xərcə göndərirsiniz. Xərclər pasiv hesablardır. 800'e göre hamısı. Hamısı xərc. Evet. Satış 600'lərdir. Satış ancaq 600'lərdir. Yani Cennet. Gəlir, bəli. 700'lərdə xərclər. Xərclər pasiv hesabdır. Pasiv hesab olmasına baxmayaraq artdıkları zaman debit, azaldıkları zaman kreditlərdə qeydiyyat aparılır. Yəni passivlər olmalarına, amma pasiv olmalarına baxmayaraq artdıkları zaman debitlərlə qeydiyyat aparılır, azaldıkları zamansa kreditlə qeydiyyat aparılır. Buna qədər hər şey əladır. Sizdən əzbərləmənizi istədiyim tək yer burasıdır. Bunun altından, ümumi yazdığınızın altında sərgəli şəklə çevirərsiniz özünüz Word-də bunu bir konspekt kimi və yaxud da Excel-də. Altına bu qeydləri də düşün, zəhmət olmasın. Aktiv hesablar və yaxud da ki, pasiv hesablar. Heç bir fərqi yox. Biz müəssisənin dövriyyə əməliyyatlarını aparıb bitirdikdə bir ay, bir gün, bir həftə bizim üçün fərqi yox. Bitirdiyimiz zaman mütləq həmin hesabların qalığını hesablamalıyıq. Ki, cari duruma vəziyyətlə yerdədir. Qalığı nə qədər? Hər hesabı. Çünki biz nə danışırıq bayaqdan? Deyirik, hesabı artanda bura, azalanda bura qeyd eləməliyik. Hesab artıbsa, azalıbsa, bunların ikisinin arasında bir fərqin olması lazım. Biz necə edəcəyik qalıqları hesablayarkən, hesabların qalığını? Hansı hesab harda artırsa, artdığı yerdən azaldığı yeri çıxacaq, aldığımız nəticəni artan yer nədirsə, orada qeyd edəcəyik. Misal üçün, aktiv hesablar. Harda artırlar? Debitdə. Harda azalırlar? Kreditdə. Mən hər hansı bir aktiv hesabın qalığını hesablayarkən, debitdəki rəqəminin cəmindən, kreditdəki rəqəminin cəmini çıxacaq. Yerdə əgər müsbət bir şey varsa, yəni fərq varsa, bəli, onu yazacağım qalığın debitinə. Həmin hesabın qalığının debitinə. Pasiv hesablarda da eyni əməliyyat aparacaq. Pasiv hesablarından misal üçün deyək ki, borc hesabları. Harda artırdılar? Kreditdə artırdılar. Deməli, borc hesablarını kreditlərindən çıxacaq debitlərini, yerdə qalan nəticəni yazacaq kreditlərinə. Baxın, bu nə deməkdir? Bütün balans elementləri debitdə artmaları və yaxud da ki, kreditdə artmalarında heç bir fərqi olmadan balansın hansı istiqamətində artım varsa, artan istiqamətdən azalan istiqamətə çıxacaq, nəticəni artanın adı altında qeyd edəcək. Yəni, nə deyilir ona biz? Çıxılanın adı altında qeyd edəcək. Misal üçün, borc hesablarda bəli, kreditinə. Aktiv hesablarda debitinə. İndi gəlin, misal üçün, hesab üzərindən gedək. Deyək ki, 401 nömrəli hesabımız var. 401 nömrəli hesabın kreditində 700 manat var, debitində 400 manat var. Bu dövrün sonuna 401 nömrəli hesabın qalığı nə qədərdir? Siz onu tapmaq üçün nə etməniz lazım? Dedik, 700 kreditində var, 300 debitində var, 400 debitində var. Baxın, indi aralığa görün, intervalınıza. 401 hansı aralığa uyğun gəlir? Uzun müddətli nə? Borçlar, öhdəliklər. Öhdəliklər pasiv idi mi orada? Pasiv idi. Artanda harda artırdı? Kreditdən. Biz incə nə dedik? Kreditdə artırsa, kreditindən debitini çıxıb, qalığı kreditdə yazacaq. Yəni, 700-dən 400-ü çıxıb, alan nəticəni 300-ü yazacaq 401 nömrəli hesabın kreditinə. Gəlin, indi bunu adlandıraq. 401 nömrəli hesabımız bizim bank kreditləri hesabımızdır. Onun əgər kreditində bir rəqəm varsa, deməli, mənim banka borcum var 700 manat. Debitində bir rəqəm varsa həmin ay üzrə, deməli, o borcun bir qismini ödəmişəm. Borcumda azalma gedibdir. Mənim hal-hazırda borcum nə qədər vardı, siz hesabladınız müəssisəni. Götürüz ay ərzində olan borcdan, çıxdınız ay ərzində ödənən borcu, yerdə qaldı qalıq borcunuz. Qalıq borc olduğu üçün qaldı kreditdə. Baxın, məsələsində bu qədər bəsit irəliləyir. Siz onu əzbərləyib bir neçə əməliyyata tətbiq edəndə
qalıqları bu cür rahat hesablaya biləcəksiniz. Əgər siz maliyyə bərabərliyinin elementlərinə qalıq hesablamağa başladınızsa, o deməkdir ki, artıq siz istənilən müəssisədə balans əməliyyatı apara bilərsiniz, balansa çıxa bilərsiniz. Çünki balansa çıxmaq üçün birinci hesabların doğru qalıqlarını əldə etmək lazımdır. Çox təəssüflər olsun ki, bizim burada bir dənə də hesabımız var. Bax, bu hesabımız. 801 nömrəli hesabımızdır. Mənfəət və zərər hesabı. Çox dəxilsiz bir hesabdır. Yəni, heç bir qaydaya riayət eləmir, heç bir qanuna uyğun hərəkət aparmır. Biz sizin indi nə qədər nə öyrənmişik? Hesablar ya artır, ya azalır. Dəxilsiz hesabdır ki, ancaq elə artır, bu azalan tərəfi yox. Bu artır deyəndə də insanın ağlını istər-istəməz, instinkt olaraq nə gəlir? Artırsa deməli mənfəəti var. Xeyr, əzizəm, elə deyil. Debit, zərər də artır burada. Debitin də zərər artır, kreditin də mənfəət artır. Bax, o da tərsinədir. Yəni, sizi çaşdırmaq üçün bilə-bir əlinə gələn hər şeyi eləyib deyər. 801 məxsusi qeyd edir ayrıca nə aktiv hesabdır, nə pasif hesab. Yəni, elmə məlumdur, müəyyənləşdirənməmiş. Ona görə də həm aktiv, həm pasif hesab deyirik. Var yəni. Çarəmiz yoxdur, məcbur var yəni. Həm aktivdir, həm pasif. Hə, bu deməkdir ki, bunun zərəri, yəni mən zərərə düşdüyüm zaman, xərci sildiyim zaman, bir yerə xərci tanıdığım zaman, bu zərəri tanıdığım zaman bunu debitlə yazacaq, debit artacaq. O şey var idi, sizə hesab çəkmişdim, xatırlayırsınız, diagram çəkmişdim, belə arta-azala gedirdi. Bunda elə deyildi, bu hiperbola idi, parabola idi, nə idi? İki tərəfdən də belədir, belə formadadır, bu tərəfdə də artır, bu tərəfdə də artır. Zərər artır. Hə, düz başa düşdünüz. Tamamilə doğrudur. İndi onun əksində tutub, bir dənə zəhmət olmasa, mənfəəti də artıq kreditini yazsın. Yəni, bunu bu dəqiqə başa düşməyinizi istəmirəm. Sadəcə fikri əzbərləməyinizi istəyirəm ki, 801 nə aktiv, nə pasif hesabdır. Mənfəət artanda 801 nömrəli hesabın kreditini yazırıq. Zərəri artanda isə debitinə yazırıq. Hə, mən razıyam, olmalıdır, amma bu indiki dövr üçün razıyam. Bir 4 dəst sonra razı olmayacaq, siz də razı olmayacaqsınız ki, hə, belə buna görə beləymiş. Mən onu indi izah eləməyə çalışsam, olan qalan anlayışımızda itəcək yəni, tamam qarışacaq. Ona görə o dərinliyə keçmirəm. Bu bizim hesablar planımız idi. Biz bunu harada istifadə edəcəyik? Biz bunu müəssisədə mühasibə tutumunun qeydləri vardı. Xatırlısız yazmışdım. Birinci qeydiyyata aparmaq, sonra sinifləndirmək. Bax, qeydiyyata aparmaq üçün bu nömrələrdən istifadə edirik və bu hesabların adlarından istifadə edirik. Qeydiyyata aparmaq üçün. Ondan sonra sinifləndirəndə biz bunu qruplaşdıranda önündə bu rəqəmlər olduğu üçün baxın, indindən bir neçə dənə intervalınız var qrupunuz. Onlar üzrə qruplaşdıra bilirsiniz artıq. Qısa müddətli, uzun müddətli, aktivdir, borcludur, yoxsa hansı anlayışdır deyə çox uzağa getirmirlər. Yəni, onlar üzrə qruplaşdıra bilirsiniz. Artıq ikinci mərhələ də bitir. Biz bunun üzərindən tez keçsək, çatacaq üçüncü mərhələ və ən maraqlı, sizlərin xoşuna gələn yerə, hesabatların hazırlanması, əməliyyatları qeyd elə, hesabatları hazırla, əsas o iş mexanizmlərinin olduğu hissəyə çatacaq. Hələlik video zapısı burada dayandırıram. Əməliyyatlara keçəndə təzədən çalışmanın başqasında qeyd edəcəm.